Salam, xoş gördük sizi Natan süfrəsinin izləyiciləri. Bugün də hazırlayacağım yemək qədim Azərbaycan yeməyidir. Belə toyuq hazırlayıram. Portağal, limon şirəsində. Bizə gedir bir toyuq, 3 portağal şirəsi, 1 limon şirəsi. Qarnir üçün də belə balacalar kartoflardan istifadə edirik. Qəşəng yumuşam bunu da. İndi hazırladıqca göstərəcəm nə cürə hazırlanır. Əvvəlcə toyuğumuzu hissələrə bölürük və dəridən çıxardırıq. Əvvəlcə qənətlərini çıxardıram. Biraz qənədini elə götürürük ki, qənədini belə götürürük, biraz qənəd ətli qalsın. İndi toyuğun dərisindən çıxardıram. Kət çorpasını, kət toyuğunun dərisindən çıxartmaya da bilərsiniz. Əsasən elə onunla pişsə daha gözəl olar. Budun oynaq yeri var. Əlinizlə belə yoxlayan kimi görsənir, çıxarır. Sonra bud dibini belə qırırıq, qıran kimi çıxır. Quyruq hissəsini çıxardıb atırıq. Artıq yağları çıxardıb atırıq. Qabırğanın arasında belə ağciyər olur. Onu da barmağınızla belə vuran kimi o da sürçüb çıxır. İki tərəfdə də olur. Sinə ətini bölürəm. Toyuğumuzu bu formada tikələrə ayırdıq. İndi gedirik pişirməyə. Qəşəng quru tavamızı qoyuruq qazın üstünə. Bir miqdar duru yağ tökürük, bir miqdar, çox yox. Ancaq yəni belə tavanın dibində toyuğumuz yanmasın deyə o üz bu üz qızardacaq. Yağımız belə qəşəngcə isindi. Yaxşı isinməlidir ki, toyuqlar tavaya yapışmasın. Bax, belə façonda da hamısını qəşəng sıx-sıx düzürük. Toyuğumuz qızarana kimi indi bax, kartofumuzu belə formada, yəni belə uzun sol yox, bu formada doğrayırıq. İndi bu kartofumuza əlavə edirik. Əvvəlcə duz. Yarım çay qaşığı sarı kök. 1 çay qaşığı şirin paprika. Yarım çay qaşığı qara stof. Acı istəyirsinizsə acı eləyə bilərsiniz. Yarım çay qaşığı da pul biber. 1 çay qaşığı dolu oregano. 3 xörək qaşığı da 3-4 xörək qaşığı da yəni duru yağ. Mən 4 qaşıq yağ tökdüm. Bu azlıq eləyir. Çünki yaxşı qızarması üçün biraz yağı əlavə edirəm. Sobanızın dərəcəsini özünüz ayarlayın. Məsəl üçün, mən sobamda qoyuram bunu 200 dərəcədə, 250 dərəcədə qoya bilərəm ki, həm tez pişsin, qəşəng qızarsın. İndi qoyuram bunu da sobaya, toyuğumuz qızarana kimi kartofumuz da pişsin. Kartofumuzu da qoyduq sobaya. Bu da orada özü üçün qızaracaq. Toyuğumuz qızarana yaxın bura əlavə edirik 50 qram kərə yağı. Belə kubik şəklində doğrayıb 50 qram kərə yağı atdım. Sonra bir miqdar belə sarı kök atıram. Tuzunu atıram. Toyuq hardasa 1 kilo 300 qram idi. Belə bir tutamda tuzunu atıram. Sonra dadına tamına baxacaq. Biraz da belə az qara stofunu atıram.
Bir 10 dəqiqədən sonra kartoşkalarımızı bax belə bu formada görürsünüz. Çevirirəm ki, hər tərəfi qəşəng həm dadlansın, həm də yerləri dəyişsin. Çünki hamı öz sobasını tanıyır. Bəzi yerlərdə spiral düşür, bəzi yerdə düşmür. Ona görə də belə kartofu fırladıram, yenidən qoyuram pişməyə. Dərəcəmdə 250 dərəcədir. Portağalı limonu belə ortadan bu formada bölürük. Belə böləndə suyu yaxşı çıxır. Hamısını bu formada bölüb, indi şirəsini çıxardacaq. Yarım portağalın da üst qabığını bax belə bu formada nazik çıxardıram. Çünki ağ yeri olmamalıdır. Ağ yeri balaca hissə ola bilər. Ancaq yəni qalın ağ yeri qabığını doğramayın da, onda yeməyiniz acı olar. Üst qabığından belə bir balaca hissələr çıxartdım. Xırda-xırda doğrayıb bunu da yeməyimizə qatıram. Onu da belə sıçan dişi deyirlər. Bax beləcə. Ətlərimiz bax belə qəşəngcə qıpqırmızı xına kimi qızarır. İndi bura 2 xörək qaşığı portağal qabığı və yaxud göstərdiyim portağal qabığını da əlavə edirəm. Suyunu çıxartdığım portağalla limonun şirəsidir. Onu da qəşəng qızarmış toyuqlarımızın üstünə əlavə edirik. İndi bu qəşəngcənə qaynayıb portağalın şirəsində pişəcəkdir. Qapağını hələlik örtürəm. Bir 5 dəqiqədən sonra qapağını açacağım. Kartoflarımız da elə bir təndirdə talaş olublar. Ne gözəldir. Gözəlliyə baxayım. Özdə pilər kimi yumuşaq. 5 dəqiqədə kartofumuz pişsin. Demək olar ki, yeməyimiz hazırdır. Yeməyimiz hazırdır. Görürsünüz nə gözəl. Özü qıpqırmızı. Portağalın şirəsində də elə bir dəm almış kimi. Əvvəl yüksək xoddan sonra yavaş-yavaş aşağı xodda bax beləcə nə qaynayır, elə bir dəm alır. Gözəlliyə bax, gözəlliyə. Həqiqətən də bax. Şirəsinə bax, gör nə gözəl. Bax, bu qaydada. Ömür tadına bir bax gör. Gözəl. Mən də baxım da bir dəfə nə olar ki? Qəşəng, əla. İndi keçirik şirəsini tökməyə. Bəh. Bal. Öz milli mətbəximizdən keçməyib də. Bax, bu bizim qədim milli yeməyimizdir. Gözəl. Tomuz da qəşəng qıpqırmızı xına kimi qızardı. Əvvəlcə bir yumuşaqlığına baxaq. Bax, buna bax. Onu götürürüm. Görürsünüz nə gözəl. Pilə deyə elə bir pilə. Ömər balam bir dadına baxsın yenə. Mən də belə baxım. Möhtəşəm. İndi kartoflarımızı qəşəng
servis edirik boşqabımıza. Biraz da üstünə kişniş dökürük. Həm yaşıl görsənsin, həm də dadına dad qatsın. Bu da kişnişimiz. Biraz da kartofumuzun üstünə səpirik. Kartof deyib keçməyin. Bir gözəllikdir, bir dad var, bir tam var. Superdir. Bax belə. Bu da bizim bugünkü çəkilişimiz. Dadına tamına baxırıq. Göz haqqınızı halal eləyin. Allah Taala hamının ruzusunu bol eləsin. Heç kimin gözü, heç kimin ocağında qalmasın. Amin Allah. Heç vaxt nə eləyim, necə eləyim deməyəsiniz. Sağ olun, sağlıqla qalın. Gələn çəkilişlərdə görüşənə qədər. Bax, bu da belə.